Keçirik bölgələrimizdən birində olan xəbərə. Deməli, bu xəbər Tovuz rayonundan gəlib. Ard-arda 2 avtomobil qəzası qeydə alınıb. Qəzalardan birində isə avtomobil yolu keçmək istəyən 77 yaşlı piyadaya çırpılıb. Tovuzda piyadanı avtomobil vurub. Hadisə rayonun İbrahim Hacılı kəndi ərazisində qeydə alınıb. Kənd sakini 77 yaşlı İsfəndiyar Abbasov yolu keçmək istəyərkən hələ ki markası və sürücüsü məlum olmayan avtomobilin zərbəsinə tuş gəlib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Vəziyyətinin isə orta ağır olduğu bildirilir. Əsas xəsarəti sağ baldırın yuxarı üçləbirinin qəlpəli kəskin yer dəyişməklə sınığı, burun sümüyünün sınığı, alnın, burnunun, sifətin çapılmış, infeksiyalaşmış yaraları. Təhlükəsi var? Təhlükə gözlənə bilər. Həm yaşına görə, həm də aldığı travmaya görə.